Değerli izleyiciler, bu gördüğünüz bitki Rusça lapıqdır. Bizim de arptırağıdır. Qarabağ olsa buna kortum deyirlər. Demək bu bitkinin faydaları nələrdir? Bax bunun başında biraz sonra belə çiçəklər olur. Bax belə yavaş-yavaş çiçəklir. Bax bu çiçəklər bir nömrə prostat xəstəliklərinin dərmanıdır. Lapığın həm kökü, həm soku, həm şirəsi demək. Daxili orqanlarda olan bütün kistaları zərərsizləşdirir. Qadınada süd vəslindən kistaları, böbrəkdə, qaraciyərdə, yoğun bağırsaqda kistalar birbaşa bir götürür. Bundan hazırlanan demək həm şirəsi, həm kökü kömək demək kişilərdə prostat xəstələrinə, revmatizm xəstələrinə, şəkəri yaxşı nizamlayır, təzyiqi salır. Pankreatit xəstələrində, mədə-altı vəziyyətdə çox gözəl istifadə olunur, həm də revmatizm xəstələrində. Bunun kök hissəsində olan düyünlər əridir. Demək, zob düyünlərini, tiroid vəzdə olan düyünləri də götürür. Bundan başqa nə deyirəm, onkoloji xəstəliklərdə də çox geniş bu bitkidən istifadə olunur. Demək, Yaponiyada, Kitayda bu bitkidən plantasiya kimi istifadə olunur. Keçmişdə Sovet dövründə bizdə əkilirlər, tutun pambıq. Belə bir dənə gözəl bu bitkidir. Ancaq bunun qalıb kökündən istifadə eləmək olar, yarpaqlarından istifadə eləmək olmaz.